ki, ətrafımızda gördüyümüz bütün cisimlər hər biri maddələrdən təşkil olunub. Ümumiyyətlə, ardıcıllıq qursaq bu formada qurarıq ki, cisimlər təşkil olunub maddələrdən, maddələr təşkil olunub molekullardan, molekullar təşkil olunub atomlardan, atomlar isə təşkil olunub nüvə və elektronlardan. Nüvənin quruluşunu inşallah öyrənəcəyik dövr-qanun, dövr-sistem bölməsində. Yəni, nüvə özü isə təşkil olunub proton və neytronlardan. Bunun dərinliyini gələn dərsdə öyrənəcəyik. Proton və neytronlardan. Yəni, bu ardıcıllığı yadda saxlamalıyıq, bizim üçün vacibdir. Ümumiyyətlə, biz molekul və atom anlayışlarını bir-birindən fərqləndirməyə bacarmalıyıq. Deyirik ki, molekul maddənin tərkibi və kimyəvi xassəsini özündə saxlayan ən kiçik hissəcikdir. Atom haqqında isə danışanda deyirik ki, atom elementin kimyəvi xassəsini özündə saxlayan ən kiçik hissəcikdir. Molekul maddənin kimyəvi xassəsini özündə saxlayır. Atom isə elementin kimyəvi xassəsini özündə saxlayır. Yəni, bunları fərqləndirməyə bacarmalıyıq. Ümumiyyətlə, atom haqqında danışanda biz deyirik ki, atom müsbət hissəsindən və onun ətrafında elektroneytral hissəcikdir. İndi gələk allotropiya anlayışını öyrənək. Ümumiyyətlə, biz deyirik ki, bəsit maddələr kimyəvi elementlərin sərbəst halda mövcudluq formasıdır. Biz deyirik ki, eyni elementdən əmələ gəlmiş müxtəlif növ bəsit maddələrə həmin elementlərin allotropik şəkil dəyişmələri, bu hadisə isə allotropiya deyilir. Tərifə diqqət yetirək. Eyni elementdən əmələ gəlmiş müxtəlif növ bəsit maddələrə həmin elementlərin allotropik şəkil dəyişmələri, bu hadisə isə allotropiya deyilir. Burada qısa konkret allotropik şəkil dəyişmə əmələ gətirən elementlər var ki, bunların cədvəli var. Bunu sizə PDF formasında göndərəcəm. Oradan rahatlıqla öyrənə bilərsiniz. Amma belə desək, deyirik ki, allotropik şəkil dəyişmə əmələ gətirən elementlər hansılardır? Buradan cədvəldən sizə göstərim bircə dəqiqə. Deməli, allotropik şəkil dəyişmə əmələ gətirən elementlər. Birinci olaraq deyirik karbon, silisium, fosfor, kükürt və oksigen. Hər biri allotropik şəkil dəyişmələr əmələ gətirir. Bunlardan deyirik ki, karbon əmələ gətirir almaz, qrafit, karbin, fullerin. Fosfor əmələ gətirir ağ, qırmızı, qara. Oksigen əmələ gətirir oksigen, ozon. Kükürt əmələ gətirir plastik və kristallik. Silisium əmələ gətirir kristallik və amorf. Bunlar hər biri allotropik şəkil dəyişmələr əmələ gətirir və bunların növlərində hər birini öyrənməliyik. Bu allotropik şəkil dəyişmələr haqqında ümumi məlumatdır. Daha sonra biz öyrənməliyik nisbi atom kütləsi anlayışını və nisbi molekul kütləsi anlayışını. Burada belə deyək, elementlərin konkret şəkildə kimyəvi işarələri var. Bunların hər birini əzbər şəkildə öyrənməliyik. Yenə PDF-imizə qayıdaq. Bircə dəqiqə. Deməli, elementlərin işarələrini və onların nisbi atom kütlələrini hər birini əzbər şəkildə öyrənməlisiniz. Bu cədvəldə olanlar. Yəni, latınca adlarını demirəm, Azərbaycanca adları əzbər şəkildə öyrənilməlidir və işarələri öyrənilməlidir. Daha sonra isə nisbi atom kütlələri mütləq şəkildə öyrənilməlidir. Nəyə görə deyirəm? Düzü məsələlərdə həmişə nisbi atom kütlələrini verirlər. Amma bizim bilməyimizin ziyanı yoxdur. Olar ki, sual tərtib edən yadından çıxar, şərtdə qeyd eləməz, bizim bilməyimiz vacibdir. Ümumiyyətlə, şərtdə qeyd olundu, olunmadı, fərqi yoxdur. Biz kimyacıyıqsa əgər elementlərin nisbi atom kütlələrini bilməliyik. Bu bizim üçün vacibdir. Ümumiyyətlə, biz nisbi atom kütləsi haqqında danışanda tərif veririk. Deyirik ki, nisbi atom kütləsi karbon 12 izotopunun kütləsinin 12də 1 hissəsi atom kütlə vahididir. Ümumiyyətlə, biz məsələn nə isə ölçmək istəyiriksə, tutaq ki, 1 kilo almanı kiloqramla ölçürük, suyu məsələn litrlə ölçürük, məsafəni metrlə, santimetrlə ölçürüksə, elementlərin kütlələrini də atom kütlə vahidi ilə ölçürlər. Deməli, indi qayıdaq təzədən
lövhəmizə burada sizə göstərəcəm. Tərifdə dedim ki, karbon 12 izotopunun 12də 1 hissəsi atom kütlə vahididir. Atom kütlə vahidini bu şəkildə yazırlar. AKV. Yəni 1 AKV karbon 12 izotopunun, yəni karbonun kütləsi 12-dir də biz bilirik ki. Yəni bunu belə yazaq da Ma mötərizədə 12 karbon. 12də 1 hissəsi, yəni 12-yə bölürük. Bu da təqribi bir ədəd eləyir. 1,66 vurulsun 10 üstü -27 kiloqram. Qramdan sonra kiloqramı keçirsən və s. Yəni bunları çox xırdalıqlarını əzbərləməyə gərək yoxdur. Mən bunu sizin nəzəri olaraq yazdım, amma bunu əzbərləməyinizə gərək yoxdur. Sadəcə bayaqda dediyim kimi elementlərin işarələrini və onların nisbi atom kütlələrini əzbər öyrənməlisiniz və yadınızda saxlayın, elementin nisbi atom kütləsi işarə olunur AR-lə. Amma nisbi molekul kütləsini hesablamaq istəyirsənsə, sən əgər nisbi molekul kütləsinə tərif verəndə deyirik ki, maddə molekulunun atom kütlə vahidi ilə ifadə olunan kütləsinə deyilir. Nisbi molekul kütləsini isə hesablamaq istəyiriksə, bunu mE ilə işarə edirlər. Bu nisbi atomdur. Nisbi atom. Bu isə nisbi molekul kütləsidir. Nisbi molekul. İndi burada bir hesablama var. Onu sizə izah edeyim. Məsələn, molekul verib deyir ki, bunun nisbi molekul kütləsini hesabla. Məsələn, bizdən soruşur sulfat turşusunun, yəni MR H2SO4. Deyir ki, bunun nisbi molekul kütləsini hesabla. Biz artıq bunu hesablamaq istəyiriksə, bunun tərkibindəki hidrogenin, kükürdün və oksigenin nisbi atom kütlələrini, yəni AR-lərini bilməliyik. Biz bilirik ki, hidrogenin nisbi molekul kütləsi AR hidrogen 1-dir. Kükürdün nisbi molekul kütləsi AR kükürd 32-dir. Oksigenin nisbi molekul kütləsi AR oksigen 16-dır. İndi bizim burada diqqət yetirməli olduğumuz nöqtə nədir? Baxırıq ki, maddənin tərkibində hidrogenin 2 dənə var. Onda biz hidrogenin kütləsini 2-yə vurmalıyıq. Yəni nə yazırıq? AR hidrogen vuraq nə? 2. Üstə gələk. Kükürddə neçə dənə var? 1 dənə var. Ona görə kükürddə olduğu kimi yazırıq. AR kükürd. Üstə gələk. Oksigendən isə 4 dənə var. Deməli, oksigenin kütləsini neçəyə vurmalıyıq? 4-ə vurmalıyıq. Yəni AR oksigen vuraq nə? 4. İndi hesablayaq. Hidrogenin kütləsi nədir? 1-dir. 1 vurulsun 2. Üstə gələk. Kükürdün kütləsi nədir? 32. 1 dənə olduğu üçün 32 olduğu kimi yazırıq. Oksigenin kütləsi 16-dır. Amma molekulun tərkibində 4 dənə olduğu üçün yazırıq. 16 vuraq 4. Bərabərdir. 2 üstə gələk 32. 16-nı da 4-ə vuranda eləyir 64. Üstə gələk 64. Bunu da toplayanda eləyir 98. Deməli, sulfat turşusunun kütləsi neymiş? 98. Yenə deyirəm, nisbi molekul kütləsini hesablayanda molekulun tərkibindəki hər bir elementin ayağındakı ədədə fikir vermək lazımdır. Həmin ədəd həmin elementin molekulun tərkibində neçə ədəd olduğunu göstərir. Yəni tutaq ki, molekul verib ayağında CH3 tutaq ki, deyirəm COOH veribsə, burada deyək ki, neçə dənə hidrogen atomu var. Baxırıq 3-ü burada. Əgər riyaziyyatdan da biz bilirik də, yazılmırsa 1 sayılır. Biri buradadır. Cəmi nədir? Deməli 4 dənə hidrogen var. Burada neçə dənə oksigen var? 2 dənə oksigen var. Neçə dənə karbon var? 2 dənə karbon var. Yəni yazılmırsa 1 sayılır və elementin ayağında sağ aşağı küncündə göstərilən ədəd indeksdir və molekulun tərkibindəki həmin elementin sayını göstərir. Bu asan sadə bir şeydir. Biraz riyaziyyat olsa kifayət edir bunu hesablamaq. Yəni bu məsələlərdən heç bir probleminiz olmayacaq. Bu oldu nisbi molekul kütləsinin hesablanması. Daha sonra kimyəvi formula gəldi. Ümumiyyətlə, maddənin tərkibinin kimyəvi işarələr və indekslərlə şərti yazılışı olur maddənin kimyəvi formulu. Bunu birinci dərsdə də izah eləmişdim. Məsələn, biz su haqqında danışanda suyun tərkibini H2O ilə göstərdik. Gördüm, burada kimyəvi işarələrdən, bunlar oldu kimyəvi işarə. Kimyəvi işarələrdən. Və elementin sağ aşağı küncündə göstərilən ədəd indekslər vasitəsilə
indekslər vasitəsilə. Şərti yazılışı olur kimyəvi formul. Dedikdə indeks elementin sağ aşağı küncündə yazılır. Məsələn, tutaq ki, deyirəm yazmışam H2SO4. Burada kimyəvi işarə nədir? Hidrogen, kükürt, oksigen. Hidrogen, kükürt, oksigen. Bu oldu kimyəvi işarə. Amma indekslər nə oldu? 2, burada 1 və 4. 2, 1, 4 oldu nə? İndeks yazılmırsa 1 sayılır. Və maddənin qarşısına biz tutaq ki, bunu təzədən yazım. Bu formada yazılıbsa, bu əmsaldır, yadında saxla. Əmsalı heç vaxt burada yaza bilmərsən. Burada yaza bilmərsən. Əmsalı həmişə və həmişə qarşıda yazmalısan. Bəzən uşaqlar çaşır. Tutaq ki, deyirəm ki, yazırlar bu formada. H2SO4, ortasına bir dənə 2 atır. Bu yazılış səhvdir. Və ya bu formada yazanlar var. Məsələn, əmsal gətirib qarşıya qoyurlar. Səhvdir. Əmsal həmişə qarşıda yazılır. Bax, bu əmsaldır. Bu indeksdir. Bu isə kimyəvi işarədir. Kimyəvi işarədir. Valentlik anlayışını öyrənirik. Ümumiyyətlə, valentlik nədir? Kimyəvi element atomlarının özünü müəyyən sayda digər element atomlarını birləşdirmə qabiliyyətinə valentlik deyilir. Və ya valentliyə tərif verəndə deyir ki, element atomlarının müəyyən sayda kovalent rabitə əmələ gətirmə xassəsidir valentlik. Elementlər valentliyinə görə iki qrupa bölünür. Bir var sabit valentli elementlər, bir də var dəyişkən valentli elementlər. Sabit və dəyişkən valentli elementləri ayrı-ayrılıqda hər birini əzbərləməyiniz vacibdir. Burada sabit valentli elementlər göstərilib cədvəldə. Dəyişkən valentli elementlər isə yuxarıda göstərilib. Məsələn, baxın, oksigen. Oksigen qarşısında 2, 3, kükürt 2, 4, 6, fosfor 3, 5. Yəni, dəyişkən və sabit valentli elementləri əzbərləməyiniz vacibdir. Burada qeyri-adi nəsə yoxdur, sadəcə əzbərləsiz kifayət eləyəcək. Bununla bağlı sualları yaza biləcəksiniz. Bu oldu valentlik anlayışı. Daha sonra ilk anlayışların hesablamalar hissəsinə keçirik, belə deyək. Burada kimyəvi formullara görə hesablamalar var.